hansı cəmiyyətlərdəki vəhiy əsaslı dəyərlər hakimdir? O cəmiyyətlər bugün qloballaşma və müasirlik adı altında xüsusən şərq cəmiyyətlərinə sırınan dağıdıcı normalar qarşısında daha çox davam gətirirlər. Çünki inanclı insan ilahi kəlamı bir kənara qoyaraq bəşər kəlamını əsas götürmür. Görəsən, bir müsəlman başqa mədəniyyətlərin yenləşdirdiyi əxlaq nümunəsini əsas götürə bilərmi? Əlbəttə ki, götürə bilər. Lakin həmin o norma İslamın dəyərlər üçün müəyyənləşdiyi şərtlərə cavab verməlidir. Həmin o şərtlər nədən ibarətdir? Məsələn, Amerikadan, Avropadan bir dəyər əxz ediriksə, o dəyərə baxmalıyıq ki, o dəyər bizə ali məqsəd aşılayırmı? İnsana bu dəyərin baxışı nədən ibarətdir? Bu dəyər insanı əxlaqlı olmağa çağırırmı? Əlbəttə ki, bütün bu şərtlərə cavab verdiyi təqdirdə həmin o əxlaq norması normativ olaraq qəbul oluna bilir.